Mən Xəlilov İlxan Gülağaoğlu, Səlyanlığın Kərimbəli kənd sakini. Qatı heyrəsi, dövlətçiliyə sadiq qulluq edən vətəndaş. Mən Manaf Ağayev haqqında TikTokda, Facebookda bizə yaraşmayan rast gəldim. Manaf Ağayev elə bir oğuldur ki, Manaf Ağayev həmişə şəhid ailələrinin, həmişə kasıbın, küsubun yanında olan oğlandır. Manaf Ağayev müharibə vaxtı Cəhbə bölgəsində soldatlara kömək edən qardaşdır. Manaf Ağayevə qarşı qalxızdan boy göstərilən, deyilən hamısı şərdi böhtandır. Manaf Ağayev Azərbaycanın dəyərli oğludur. Mən heç onu yaxından da görməmişəm, ancaq onun hara gedmişəm, onun haqqında danışıqlara mən şəhid ailələrində, bütün kəndlərdə eşitmişəm ki, Manaf Ağayev gəlib filan imkansıza, şəhid ailələrinə, Qarabağ qazilərinə köməklik göstərib. Manaf Ağayev Azərbaycanın dəyərli oğlanlardan biridir. Manaf Ağayevə qarşı qalxılan o Facebookda, TikTokda göstərilən, çəkib paylaşan adamlar, onlar şərdi böhtandır. Manaf Ağayev həyatı boyu dövlətin, millətin sevən oğlandır Manaf Ağayev. Həyatı boyu Manaf Ağayev o hərəkətlərin yəsi ola bilməz. Onu sevməyən insanlardır. Ona qarşı o paylaşırlar. Mən o insanlara pis baxıram. Hər şeyi vicdanla, əqidə ilə eləmək lazımdır. Siz görürsünüz ki, Manaf Ağayev bütün şəhid ailələrinin yanında olur. Bayramlarda hamısına pay aparır. Hətta mən özüm bir neçə rayonlarda da olmuşam, kətlərdə də olmuşam. Bizim kətlərdə də olub, balnisədə yatanlarımıza da gəlib dəyib. Nə lazımdır yardım kömək edib, dərmanlarına kimi kömək edib. O cürlə oğula qarşı kimsə onu edirsə, mən onlara heç vaxt yaxşı demərəm. O millətinin düşmanıdır, millətin sevməyəndir. Əgər millətin sevən Manaf Ağayev haqqında o çıxışları eləməz. Mən o insanlara pis baxıram. Allah Manaf Ağayevin canını sağ eləsin. Manaf Ağayev heç vaxt sınan oğlan deyil, nə də sınmayacaq. Ona görə ki, Manaf Ağayevin arxasında Azərbaycanın cahılları var, şəhid ailələri var, ölkə başçısı var onun arxasında. Ölkə başçımıza görə ki, Manaf Ağayev dəyərli oğlandır. Şəhid ailələrinə, yenə deyirəm, təkrar çıxılmasın, qazilərə, imkansızları evinə gedir. Hətta imkanı olmayanların havaya gedir, toyun edir. Onu hansı bir müğannidir? Onu bir Manaf Ağayev edir, bir də Elnarə Abdullayevə. Şəhid ailələrin hamısının qayğında qalır, hamısının yanında olur Elnarə Abdullayevə, Manaf Ağayev. Eşq olsun bunlara.